Okey. Onda 651-i fikirləşin, müzakirə edək. Orada deməli feillərə görə hərəkət edin. Bir də görün sifətlə uzlaşması var yoxsa yox. Baxaq. Ümumiyyətlə 651-də nəyə diqqət eləyəcək? Bu to be feilidir. To be good-la gəlir, well-la yox. 3-ləri çıxıram. So görmək feilidir, amma sifət istəyir. Ona görə successful artist olur. Successfully. Ümumiyyətlə artist sözü isimdir. Bu zərfinin təyinat olunmayacaq. 1-2-də bax burada cavab. 652. Sət əyləşməkdir. Buna zərf lazımdır. Olmadı. Late olar. Lately yox. Lately deyə versiyam. Hardly asked. Çətinliklə. Fantastic invention-dan normal. 3-4. Looked very. Voice was. Tak, deməli very adi dərəcədə və burada looked feili var uşaqlar. Amma belə bir şey var. Look feili dedikcə orada hərəkət, yəni feil olmasına baxmayaraq sifətlə təyinat alır və adi dərəcə. Burada da eyni qayda ilə was var. Bu olacaq bax, D variant. Yəni 2 dənə sifət lazımdır sizə. Adi dərəcədə. In Europe. Mountain var burada. The highest olacaq. Sonra baxın zəhmət olmasa 655-ə. Hansı dərəcədə ümumiyyətlə? Nil Afrikadakı ümumiyyətlə in sözünüsü vardı ya, üstünlük dərəcə axtaracam. Söhbət gedir the longest-da. I have ever seen everything. I have ever seen. İndiyə qədər gördüyüm. Yenə deməli burada davam edəcək üstünlük dərəcəsi ilə. Və movie olduğuna görə, söhbət isimdən getdiyinə görə A variant olacaq. The most boring. Sonra quzular. 657. Can be seen in. In sözünüzü var. Üstünlük dərəcə axtarıram. Deməli, burada the most-la verəcəm. Sonra I have ever seen yenə üstünlük dərəcədir. The dirtiest. Dirty sözü çirkli deməkdir və təkcə kimi götürəcək onun uzlaşmasını. Sonu Y ilə falan bitənlər var idi, xüsusi kənara çıxma. Bax, həmin qaydadır. I have ever seen movie var. Olacaq the scariest. 660-da. Day of the year. İlin sözünü var yenə. The coldest. Sonra keçdik 661-ci suala. Could you give me the recipe for those cookies I have ever seen? I have ever eaten. İndiyə qədər yediyim ən dadlısı. Tak, deməli, the most delicious olacaq. Among var. Among-la bağlı dedik ki, üstünlük dərəcəsi olacaq. İndi baxaq görək bizə verilmiş söz tək hecalıdır, çox hecalıdır. Necə dərəcələndirəcəm? Large, the largest deyə dəyişəcək. Bu da bax. 663-də. Tak, ever given var burada uşaqlar.
Burada the easiest olacaq. Sonra 664'da. Mary is person you can imagine. Tak deməli burada təsəvvür eləyəcəyin üstünlük dərəcəni verərəm də bunu. The most. 665'də Harry is student in 6-cı sinifdəki ən ağıllı uşaq. Tak deməli the smartest. 666-cı sual. In var, üstünlük dərəcə və burada restoran isimdir, ona görə sifət verəcəm. Z ilə. One of var, in var və men sözü burada isimdir. Deməli, burada sifət kimi çıxış eləyənini verəcəyik. The healthiest. Sonra 668'də in person sözü isimdir, ona görə bu olacaq. 669-cu sual. Baxaq. I'm so excited. So'dan sonra excited. Bu düzdür. Sonra with my satisfying olar. Satisfying nədir? The example was very confusing. Satisfied. Bu ing məsələsidir buradakı. Bu çıxdı. Deməli, hardakı var, uzaqlaşdıram. Bir olanlar qalsın. Bad weather can be very depressed. Depressing. Havadaxı, cansızdır. Bir üç olacaq burada. D variant. The film was very... bu birisi hansı dərslərdir? Sonu ing ilə, id ilə bitmələr. Lap sonda izahda var idi demişdim. Canlı olanda və cansız olanda. Burada ing olmalıydı. Şəxs deyil film. Sonra accident. We were all shocked to hear about the accident. Shocked. Frustrated when I can't solve a problem. Fascinating book'da olar. 3-4 var mı cevapta? Burada. Sonra getdik bura. Are you disappointed? Sual bu şəkildə gəlməlidir. Disappointed. ing ilə yox, id ilə. She thinks that football is extremely tiring. Tired yox. Bir içinə çıxsaq, yəqin 3-4 qalacaq da cavab. Baxaq. Interested in var. I was a dead mouse in God. It was düzdür. Bu da variantı. Are you annoying with him? My boss was surprised when I resigned. id ilə olmalıydı bu annoyed response. Sonra lying on the beach is very relaxing. Normalna. At the beginning it was terrifying. Deməli B variantıdır burada 3-4. Belə deyim də canlı cansız məsələsi var bir də. Məsələn, şəxsə görə are you annoyed olur, annoying yox. Şəxsdən danışamaq mən burada canlıdan. Sonra Jake was very embarrassed. Yes də olmalıdır. Bunu çıxan bir olanları. Kate was shocked when she heard the news. I enjoyed the book. It was very interesting. Olar. The exam results. Nəticə cansızdır. Ona görə 2-3.
Sonra 674'də baxırsınız nəyə? Are you frightened of spiders? Canlı daxı you. Ona görə normal olar. Sonra it was surprising. İtlə başlayır cümlə. I usually find football very boring. Bəli, futbol darıxdırıcıdır, cansızdır. We-yə görə worried olur. Təqdiməli 1-3 variantı. It will be a very exciting experience. Bəli. Disappointing, you're disappointed. İçləri çıxın görək. I don't get frightened when I watch horror movies. Düzdür. Şəxsə görə canlı idi. I didn't find the situation very funny. It was very amusing. Olar amused yox. Hadisə cansızlığını yaşayır bu. A variantı da var burada. Sonra 676'da. Going new places is always very exciting. Gezmek. Olar. I'm interested. Olar. Interesting yox. Çünki şəxs canlı daxam. It's quite embarrassing to tell you in front of me. Embarrassing. Danışmaq. Şəxsdən danışmam burada. I was amazed when the job was offered to me. 1-4 A variantı. Sonra quzular. Nəyə baxırsınız? To. Adi dərəcədir. Need a size olar. Cədbəm. Çünki size sözü təkdir. Hər hansı bir üstünlüyə ehtiyac yoxdur. Mənə bundan böyük ölçü lazımdır deyir. Sonra look var, zən var, ehtiyatlı olun, müqayisə eləyəcək. Sin var, olacaq sinə variantı. 679 worry. Please slice the potatoes worry. Worry adi dərəcədə uşaqlar. Zəhmət olmasa deyir, dilimləyin, nazik dilimləyin, sinli zərf olacaq. You are making too much noise. Can you be a bit var burada uşaqlar, bir qədər. Deməli, bir qədər daha sakit. Sonra 681'ə baxın, zəhmət olmasa. There were a lot of people on the bus. It was zən var. Zən varsa deməli, müqayisə eləyəcək. Crowded. Crowded sözün özüdür. Burada more crowded olacaq. Sonra you worry adi dərəcədir. Late. To be here earlier. Biz səndir daha erkən vaxtdan gözləyirik. Sonra evə var, bit var. Evə olanda üstünlük dərəcəsi verəcək. Bitlə də müqayisəyə keçməlisiniz. Üstünlük və müqayisə. Burada evə həm də inkar məsələsi var. Baxın, da baxın. Hardly ever write to me. Why don't you write a bit more often? Sən mənə az deyir yazırsan. Ceydi orada. Deyir az yazırsan. Olarmı ki, deyir biraz əvvəldən daha sürətli tez-tez yazırsan. Yəni yazı sürəti zəifdir də, belə deyim. Worry var. Maç var. Maç olan yerdən. Burada artikla nə ehtiyac var ki, bu yazıb. Bu görək burada. Artikallıq bir şey yoxdur axı. Burada da adi dərəcə istəyir. Nə işi var bunun bilməm.
Bax, adi dərəcə olma cheaper-da getdi. Qalırsa D variantı ilə. It's a pity you live so. I wish you lived far. Burada da near. Bu olacaq bu. Sonra 686'da. Very adi dərəcədir. Və I'll find your way very if you have a map. Tapmaq zərf olacaq, asanlıqla tapmaq, easily. 687'də I liked walking in the stress in the evening. There was so adi dərəcədə olacaq. Hər iki tərəfə aiddir bu da. Əvvəldə nə verilibsə, and varsa, həm sağ tərəfə, həm də sol tərəfə aid olacaq. Məsələn, ola bilər ki, üstünlük dərəcəsinin sifət üçün Z artiklını başda yazarsınız. Da hər birinə Z artiklı yazmaya ehtiyac yoxdur. Bir dənə Z artiklını əvvəldə yazırsınız, digər həmcins teyinlərə şamil olunacaq. Məsələn, ola bilər ki, müqayisə dərəcəsi R şəkilsə artırmışsınız birinə və digərlərini də yenə öz qaydası ilə davam eləyəcəyik. Sonra, the beach seemed quiet məsələsi var. Adi dərəcə götürəcək bəli, new variantım. Sonra, New Manhattan Hospital in məsələsi var. Və burada hospital var. Deməli, the busiest. 690'da. Her work is zen var uşaqlar. Hada. In var. Burada üstünlük dərəcəsi də значит bir variant olacaq. 692'də zen var. Buradan ehtiyatlı olun. Müqayisə edəcəksiniz. Expensive. Deməli, müqayisədə olacaq. More expensive. Bəli, bu düzdür. Sonra 693'də. Zen var, ehtiyatlı olun. Bir də my elder brother olacaq burada. Mənim qardaşım, yaşca böyük qardaşım. Bu older olmaz. Oldest olmayacaq. Bu neyini burada? A bit tallest diyor, taller olacaq. Burada da yaş elderlə olmayacaq. Older ilə olacaq. Rəqəm fərqi olanda older, amma evin böyüyü elder. Yadınızda saxlayın. Sonra 694. I'm getting məsələsi var. Athens for passing day. Burada olacaq beta. 695'də. Day by day, bax görürsünüz, getting day by day. Müqayisəyə keçəcək. D variantı da more nervous. 696'ya baxın, zəhmət olmasa. The become yadınıza gəlir, əzbərləmişdik. Bunlara zərf yox, sifət lazımdır. Sifət lazımdır deyəm, deməli larger verəcək. Become larger. Sonra 697'də even. Deməli, at school var, üstünlük dərəcə. Even da var, prettiest. 698'də. Yine at school var. The worst. Subject'e göre sifət götürürsünüz. 699'da. Of all the new classmates, I like Harry.
Least olacaq. I'm not enough. Reason. Yenə bax burada bacı sözü qohumluq vardı ya, ortada el də olacaq. Oldu olanları çıxın. Rəqəmcə böyükdürsə el də olmayacaq. Bir də enough var. Enough adi dərəcədir. Bunlar da getdi. Qalırsa bir dənə B variantı ilə. Disaster var. On your planet. Bizə Mosna verəcək. Sonra 702'də a lot var. Zen var. Better verəcək. 703. Aha. Getting var, uşaqlar burada ehtiyatlı olun. More excited. Sonra become var burada. Deməli and olduğuna görə müqayisə ilə versək necə olar? Bir dəqiqə. Become darker, louder. Ha, elə budur. D variantı. Çünki biri sifət, biri zərf uyğun gəlmir orada. Sonra car sözü var burada, ehtiyatlı olun. Zen var. Deməli, what is the most expensive car at the moment? I'm not sure, but I think it's a Rolls Royce. It's certainly more expensive than. Bax, ən bahalı maşından danışır. All my friends are zen and I'm person in. Ailəmizdə deyir ən uca boylu. Məndən müqayisə olacaq. Sonra da üstünlük. Müqayisə, üstünlük. Bu da D variantı. %7'də. Yəqin ki, bunun antonimini istəyir də bu. Bir dəqiqə. Trendy, old fashioned. Hə, antonim istəyir. Trendy, müasirdir. Bu köhnə. 2-də. Entertaining, əyləncəli, dal verəcək bura. Cheerful. Lizacik, səs-küylü çək. Buna D. 4'də də hardworking, çalışqandır. Bu da tənbəl. C-A-D-B. C-A-D-B. 707 A variantı. Bunlar biraz antonim tələbindədir. Ona görə baxaq bir-bir. Energetic. Miserable, burada helpful, creating, darkening, okay. Yaxşı, deməli birə gedəcək miserable. 2-də. Daring, unadventurous. 3'də. Creative, unimaginative. Bunu verəcək. 4'də. Helpful, unhelpful. Bu da burada. D-A-B-C harada var? D-A-B-C. Elə bir də burada 7.
Sonra 709'dan sifət şəkilçiləri. Bu da bax, C variantı. 710'da yine sifət. Tin getdi, nes getdi, tion getdi, o getdi, buradan qalacaq. Sonra bu able şəkilsi məncə burada düz gəlir. Buradan yoxlayım, hayra budur. Drinkable, changeable, 712'dan. Aha. Hopeful, hopeless, useful, useless. Bu da. Cloudy, salty. Bu da. B. Dangerous, famous. Fame, famous, şöhret. Sonra good, gold, bir de wood. Golden, wooden. Bir tane burada D variantı düz gələcək bunlara. Bu ING-də alır, ED-də alır. 4-5 var. Exciting, excited. Sonra and sifət düzəltsin. Attractant, ignorant sözü var. Ignorant. Bunlarda yoxdur elə bir şey. Elbay şəkilsi var. Friendly. 719'dan. Sifət istəyir. Natural, personal, national. Bu digərləri isimlə və digər nitqçilərlə qarışıqdır. Sonra sifət olan urgent. Bu budur. Burada sifət olan yenə sifət. Boring, amusing, exciting. Digərləri isim. Bu. Sifətlərə baxaq. Burada problem var. İsim qarışıq olan variantlar. Duty yox. Duster, rainy, dirty. Bu olacaq. Burada hərəsində başqa-başqa nitqçiləridir. 723'dan. Vanish, vanish, astonish, finish, foolish. Sifət axtarır. Foolish'də bu. Axmaqlıq, axmaq. Necə? Sonra 724'də yenə kitten, children getdi, hayvan da getdi. 3, 4, 6 C'də burada material bildirir bu hamısı. Sonra 725'də bu spoonful, mouseful, bilmem yadızda deyil. Bunlar əzbərləmişdi ki, isimdir. Handful. Deməli, beautiful, useful, peaceful. Budur. Isn't. Değil. Proposal'da bakın. External, nocturnal, internal, internal. Sonra 727'de im şəkilçisi alsın. Impatient olar. Bunlar hamısı ill, in, dishonest şəkildə gedir. Sonra impolite, inexperienced.
Bu mənim C variantı olacaq böyle. Inexperienced. Sonra 729'da irregular var. Irresponsible var. Bəli. Bu olacaq B variantı. Uncomfortable, unpleasant, unnecessary. Bu da bax variantı. Bu da. Hə, tez qurtaracağım. Sizin zərfdən qalan suallarınız bu bitdi. Neçədən başladım? 651'dən qıvdamını dayandırım.